Salam. Fitrə zəkatı ilə bağlı bizə ünvanlanan çoxlu suallardan biri də budur ki, bunu nə zaman çıxartmaq lazımdır? Fitrə zəkatı zöhr azanına qədər ayrılıb kənara qoyulmalı və yaxud da lazım olan ünvanlara və şəxslərə çatdırılmalıdır. Amma bir şəxs əgər bayram namazı qılacaqsa, vacibdir ki, bayram namazından öncə bunu ayırıb kənara qoysun və yaxud da lazım olan şəxslərin əlinə çatdırmış olsun. Digər suallardan biri isə budur ki, əgər bir şəxsin fitrə zəkatı başqa bir şəxsə vacibdirsə, misal üçün xanımın fitrə zəkatı onun həyat yoldaşına vacibdir. Amma həyat yoldaşı bu fitrə zəkatını ayırmayıb və yaxud da ödəməyib. Belə olan halda bu xanımın özü fitrə zəkatını ödəməlidirmi? Sistani Ağa və Məkarim Şirazi istisna olmaqla digər bütün müstəhidlər buyururlar ki, xeyr, o xanımın fitrə zəkatı ödəməyinə ehtiyac yoxdur. Yalnız Ayətullah Sistani və Məkarim Şirazi buyururlar ki, əgər xanımın özünün mali cəhətdən imkanı varsa və bu fitrə zəkatını ödəyə biləcəksə, belə olan halda ödəyə bilər. Digər bir məsələ isə insanlarımız bununla qarşılaşırlar. Qonaqla bağlı olan məsələdir ki, qonaq əgər evə gələrsə, onun fitrə zəkatı kimin öhdəsinədir? Əksər alimlərin nəzərincə qonaq gün batmazdan öncə evə daxil olan qonaq bir gün qalacaqsa onun fitrə zəkatı ev sahibinə vacib olmur və ev sahibinin çörək yeyəni sayılmır. Əgər 3 gün və daha artıq qalacaqsa o zaman o ev sahibinin çörək yeyəni sayılır və belə olan halda ev sahibinə o fitrə zəkatını ödəmək də vacib olur. Amma deyək ki, qonaq israr edir ki, özü öz fitrə zəkatını ödəsin. Bu halda lazımdır ki, ev sahibinin niyyətindən və onun icazəsi ilə fitrə zəkatını ödəsin. Çünki burada ev sahibinin öhdəsinə qonağın fitrə zəkatını ödəmək vacib idi. Əgər qonaq öz fitrə zəkatını ödəməkdə israrlıdırsa, burada ev sahibinin icazəsi və niyyətindən olmalıdır. Və əgər qonaq ev sahibinin razılığı və icazəsi olmadan ödəyibsə və onun niyyətindən ödəməyibsə qonaq, o zaman ev sahibinin öhdəsindən bu fitrə zəkatı götürülmür və lazımdır ki, ev sahibi də öz fitrə zəkatını və həmçinin qonağının fitrə zəkatını ödəmiş olsun. Bir mühüm məsələ də fitrə zəkatının kimlərə verilməlidir? Budur və əksər hallarda insanlar belə bir sual ünvanlayırlar ki, mən öz fitrə zəkatımı fəqir ata-anama verə bilərəmmi? Və yaxud da valideyn deyir, övladım fəqirdir, ona verə bilərəmmi? Məsələ bundan ibarətdir ki, vacibin nəfəqə olan şəxslərə fitrə zəkatı ödənilə bilməz. Vacibin nəfəqə o şəxslərə deyərlər ki, yəni onun xərci gündəlik həyatdakı xərci mənim öhdəmədir. Onların xərcini ödəmək mənim öhdəmədirsə, onlara fitrə zəkatı da verə bilmərəm. Yəni, valideyn övladına, övlad da valideynlərinə fitrə zəkatı ödəyə bilməz. Bacı, qardaş və qohumlar isə bu məsələdən müstəsnadır. Yəni, əgər bir şəxsin fəqir bacısı və yaxud da qardaşı və yaxud da qohumu varsa, öz fitrə zəkatını ona verə bilər. Bir şərtlə ki, o şəxs müstəhiq olmalıdır. Yəni, xərci öz dolanışığına kifayət etməmiş olsun. Digər bir nöqtə isə günah əhli olmamalıdır. Yəni, sizin verəcəyiniz bu pulu günah yolunda xərcləməməlidir. Adətən biz görürük, qarşılaşırıq, bir nəfər fəqirdir, amma içki əhlidir və yaxud da Allah etməsin, qumar əhlidir. Mənim ödəyəcəyim fitrə zəkatını bu yolda sərf edəcəyini də bilirəm. Belə olan halda buyururlar ki, icazəmiz yoxdur fitrə zəkatımızı onlara verək. İstər bacı olsun, istər qardaş olsun, istər qohum fərq etmir. Digər bir məsələ isə seyidlərlə bağlıdır ki, yaxınlığımızda, qohumlarımızda, qonşuluğumuzda bir seyid var, fəqirdir və mömindir, günah əhli də deyil. Belə olan halda öz fitrə zəkatımızı ona ödəyə bilərikmi? Məsələ budur ki, əgər siz özünüz də seyidsinizsə, bəli, seyid olan bir fəqirə, ehtiyaclı olan qonşunuza, yaxınınıza bu fitrə zəkatınızı ödəyə bilərsiniz. Amma seyid deyilsinizsə, buna icazəniz yoxdur. Seyidlər seyid olmayan şəxslərə öz fitrə zəkatını ödəyə bilərlər. Amma əksi isə məqdur deyil. Yəni, seyid olmayan bir şəxs, seyid olan bir şəxsə fitrə zəkatını ödəyə bilməz. Digər bir məsələ isə məhbusların və təhsil alanların və həmçinin əsgərlərin fitrə zəkatı ilə bağlıdır ki, bunun kimlərin öhdəsinədir? Onların fitrə zəkatı kimlərin öhdəsinədir? Buyururlar ki, təhsil alanların və əsgərlərin fitrə zəkatı əgər özlərinin maddi cəhətdən ödəniş etmək gücləri varsa, mali gücləri buna yetirirsə, öz öhdələrinədir. Amma yox, ataların öhdələrindədirlərsə, valideynlərin öhdələrindədirlərsə, ataları onların tərəfindən bu fitrə zəkatını ödəməlidir. Əks təqdirdə onların öhdəsindən götürülür. O cümlədən məhbuslar üçün, əgər özünün mali imkanı yetirsə, ödəyə bilər, əks halda ödəmək ona vacib deyil və fitrə zəkatı onun öhdəsindən götürülmüş olur. Digər bir məsələsi fitrə zəkatının miqdarı barəsindədir ki, hər il bu sual ünvanlanır ki, nə qədər fitrə zəkatı çıxarmaq lazımdır? Hər insana 3 kiloqram dəyərində fitrə zəkatı çıxarılmalıdır.
Nəydən? Düyüdən, kişmişdən, xurmadan və buğdadan. Və bunların qiymətlərini yaşadığınız məntəqənin satış mərkəzlərindən və bazarlarından da əldə edə bilərsiniz. Yəni onlara müraciət eləməklə qiymətləri ələ gətirib hesablaya bilərsiniz ki, hər insan başına 3 kiloqram düyünün pulu nə qədər edir. Allah ibadət itaətlərinizi qəbul etsin, bayramınız mübarək olsun.